Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkəmizdə səhiyyə ilə bağlı hansı vacib və maraqlı hadisələr baş verib. Sümüklərinizdə, biləklərinizdə və oynaqlarınızda ağrı varsa və bunun səbəbini bilmirsinizsə, ümumiyyətlə revmatoid haqqında məlumatınız azdırsa, bunu mütləq izləyin. Çünki bu xəbərimizdə Səhiyyə Nazirliyinin rəsmisi məhz bu xəstəlik haqqında məlumat verir. Eyni zamanda ölkəmizdə məhz bu xəstəlikdən müalicə üçün ən yaxşı yerləri bizim üçün sadalayır. Birlikdə izləyək. Revmatoid artrit mürəkkəb patogenezinin əsas mexanizminin tənzimlənməsində mühüm rolu oynadığı immunoloji prosesləri pozur. Müəyyən olunub ki, periferik endokrin, qalxanavari, cinsi, böyrək üstü bəzlərinin fəaliyyətinin pozulması bu xəstəliyin gedişinə öz təsirini göstərir. Bu sözləri Səhiyyə Nazirliyi Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun revmatoloqu Gülnarə Həsənova səhiyyə.gov.az saytına müsahibəsində bildirib. Revmatoloq xəstəliyin müasir müalicə üsullarından bəhs edib. O qeyd edib ki, müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsul işləyib hazırlayıb. Sanator kurort müalicə bu etapların içərisində özünə məxsus yer tutur və onun tətbiqi vacibdir. Revmatoid artrit xroniki və ağır gedişata malik olması, funksional vacib oynaqların destruksiya və deformasiyası ilə nəticələnməsi baxımından onun vaxtında diaqnozunun qoyulması və müalicəsinin erkən başlanması vacib şərtlərdən biridir. Fizioterapevtik müalicədən ultrasəs, maqnitoterapiya, krioterapiya və balneoterapiya təyin olunur. Bu xəstəliyin kompleks müalicəsində təbii balneoloji faktorlardan naftalan, radon və müxtəlif hidrogen sulfidli vannaların tətbiqinə geniş yer verilir. Ancaq bu göstərilən faktorlardan hidrogen sulfidli vannalarla müalicə öz effektivliyinə görə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda əsasən çökmə süxurlarından çıxan və neftlə parogenetik münasibətdə olan müxtəlif kükürdlü su mənbələri mövcuddur. Abşeron yarımadası, Lənkəran masallı, Quba, Şabran və Qax-Şəki zonalarında hidrogen sulfidli sulara rast gəlinir. Üç dekabr dünyada beynəlxalq əlilliyi olan şəxslərin günü kimi qeyd olunur. Bugünkü gündə insanlar sağlam olduğu üçün, bəlkə də hansısa bir fiziki qüsuru olmadığı üçün bir daha dərindən düşünür ki, depressiyalara düşməyə, negativdə yaşamağa dəyərmi? Amma əsas məsələ ondan ibarətdir ki, əlil insanlar bütün həyat eşqi və əzmi ilə bizə yaşamağı sevməyə öyrədir. İndi izləyəcəyiniz sujetin sonunda sizə bir mahnı təqdim edəcəyik. Bəli, xəbərlərdir, amma mahnı izləyəcəksiniz. Ona görə ki, gözdən görmə qüsuru olan bir gənc Nərmin adlı xanım məhz bütün əlillərə motivasiya vermək üçün onlara istinadən mahnı yazıb və o mahnını Azərbaycan dili tərcüməsi ilə birlikdə sizə təqdim edəcəyik. Unutmayın, sağlamlıq ən böyük nemətlərdən biridir. Hətta o sağlamlıqda kiçik bir qüsur varsa belə, bu onun dəyərini heç cür azaltmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi Instagram səhifəsi 3 dekabr Ümumdünya Əlilliyi olan şəxslər günü ilə bağlı paylaşım edib. Ümumdünya Səhiyyə Təşkilatı dünyada 1 milyarddan çox insanın əlil olduğunu bildirir. Bu, dünyada əhalinin 16%-ni və ya hər 6 nəfərdən birini təşkil edir. Dünyada əlilliyi olan şəxslərin sayı əhəmiyyətli dərəcədə artır. Bu artım əhalidəki demoqrafik və epidemioloji dəyişikliklər, habelə sağlamlıqla bağlı fövqəladə hallar ilə şərtlənir deyə Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytında bildirilir. Əlil insanların 20 il əvvəl ölmə ehtimalı çoxdur. Onlarda şəkərli diabet, insult və ya depressiya kimi xəstəliklərin inkişaf riski 2 dəfədən artıqdır. Əlillər tibb müəssisələrinin əlçatmazlığı problemi ilə üzləşir. Əlillərin sağlamlığına qayğı bərabərlik dövlətin vəzifəsidir deyə Ümumdünya Səhiyyə Təşkilatının rəsmi rəqəmsal platformasında bildirilir. Ümumdünya əlilliyi olan şəxslər günü münasibətilə görmə qüsurlu Nərmin Əliyevanın bütün əlillər üçün həsr etdiyi mahnını təqdim edirik. Səhiyyə televiziyasında yayımlanan Salam Həyat verilişində oxunan mahnının Azərbaycanca sözləri alt yazı ilə verilib. Держись, я с тобой, держись, я рядом. Крепись, это жизнь, все так и надо.
Что-то дает Бог, а что-то забирает. И каково это иметь крылья, я не знаю. Что-то дает Бог, а что-то забирает. И может быть сейчас летали бы мы, но мы не летаем. Что-то дает Бог, а что-то забирает. И пусть люди без крыльев в жизни никогда не летали. Изобрели самолеты, они железные птицы. Нам теперь с тобой с небес никогда не спуститься. И я пою это к тому, что нет ничего сложного. В этой длинной жизни нет ничего невозможного. Если Создатель посчитал нужным создать тебя, значит у тебя есть своя история. Ты свой капитан в прямом и в переносном смысле. Так прикажи себе отставить все дурные мысли. И хватит думать о том, что ты не такой, как все. Ты лучше всех, и в жизни тебя ждет успех. Я с тобой, держись, я рядом. Крепись, это жизнь, все так и надо. Держись, я с тобой, держись, я рядом. Крепись, это жизнь, все так и надо. Ən riskli və ölümcül sayılan dəri xərçəngi əleyhinə vaksini vurmağa başlayacaqlar. 2025-ci ildən etibarən Rusiyada melanoma əleyhinə peyvəndin vurulması rəsmi olaraq açıqlandı. Baxaq görək, başqa xərçənglər üçün də bu cür peyvəndlər hazırlanacaqmı? Ümumiyyətlə, siz nə düşünürsünüz? Xərçəng əleyhinə öncədən peyvənd vurdurmaq istəyərdinizmi? 2025-ci ildə Rusiyada yeni xərçəng peyvəndi tətbiq olunacaq. Gamaleya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin rəhbəri Aleksandr Ginsburg xərçənglə mübarizə üçün yeni dərman vasitəsinin istifadəsi nəticəsində şişlərin və metastazların tamamilə yoxa çıxmasının mümkünlüyünü açıqlayıb. Ginsburgun sözlərinə görə dərman hazırda melanomanın, yəni ölüm riski ən yüksək olan dəri xərçənginin müalicəsi üçün sınaqlardan keçirilir. Sınaqlar zamanı biz bu peyvəndin şişi, melanomanı, həmçinin metastazları necə tamamilə aradan qaldırdığını müşahidə edirik. Bu dərmanla hətta xəstəliyin 4-cü mərhələsində olan pasientlərə də kömək edə biləcəyik deyə o bildirib. Mərkəzin direktoru onu da əlavə edib ki, dərmanın effektivliyi ağciyər, böyrək və mədə-altı vəzi xərçənginin müalicəsində də yoxlanılacaq. Hər bir xəstə üçün fərdi vaksinlərin yaradılması planlaşdırılır. Sınaqlara isə onkologiya institutlarının mütəxəssisləri cəlb olunacaq deyə Aleksandr Ginsburg vurğulayıb. Prezident mən veypləri xilas eləyəcəm demişdi, yadınızdadırsa. Söhbət Donald Trumpdan gedir və o öz seçki kampaniyasında bildirmişdi ki, veypləri xilas eləyəcək. Çünki Qida və Dərman İdarəsi həmin bu məmulatların insan orqanizminə həddən artıq ziyan olduğu ilə bağlı imtina qərarı vermişdi. Ona görə də veypləri demək olar ki, bir çox ştatlarda artıq qadağan edirdilər. Lakin məhkəmə hələ də davam edir. Amerikanın Ali Məhkəməsində və bütün ölkədə bu məsələ müzakirə olunur. Mən isə onu deyə bilərəm ki, hazırdakı araşdırmalara, xüsusən də bu mövzudakı araşdırmalara güvənmək bir o qədər də asan deyil. Çünki müxtəlif şirkətlər öz küllü miqdarda vəsaiti hesabına tədqiqatçılara laboratoriyalar ayırır və onlardan bu və yaxud da digər nəticəni tələb edirlər, hətta tələb edirlər. Ona görə də öz orqanizminizi dinləyin. Yalnızca veyp, siqaret məsələsində deyil, dərmanlarda da hər hansı bir preparat sizin bədəninizə pis təsir eləyirsə, o zaman daha diqqətli olun, bədəninizi dinləməyə və eyni zamanda həkimlərinizin sizin nəticələrə baxaraq verdiyi qənaətlərə güvənin. Başqa heç bir ümumiləşdirilmiş cavablara deyil. Xəbər izləyək. Amerikanın Ali Məhkəməsi Qida və Dərman İdarəsinin ətirli elektron siqaretlərin istifadəsini təsdiqləmə imtinası ilə mübarizə aparır. Elektron siqaretlər bazarı doldurulduqca Amerika Qida və Dərman İdarəsi yeni tütün məlumatlarının təsdiqi üçün şərtləri sərtləşdirir. Ali Məhkəmə Administrasiyasının ictimai sağlamlıq problemləri səbəbindən ətirli elektron siqaretləri təsdiqləməkdən qeyri-qanuni imtina edib etmədiyini nəzərdən təkrar keçirir. Şifahi mübahisələr zamanı 9
9 hakimin əksəriyyəti iki şirkətin iddia etdiyi kimi agentliyin məhsullarının prosesdə təsdiq edilib edilməməsinin qiymətləndirilməsi üçün standartını dəyişdirdiyinə əmin deyil. Bundan əlavə ölkə daxilində ətirli web istifadəçiləri idarənin qərarlarına etiraz edən bir neçə məhkəmə iddiası da qaldırıb. Amerika Qida və Dərman İdarəsi məhkəmə işlərinin əksəriyyətində qalib gəlsə də, Amerika Birləşmiş Ştatının Yeni Orleandadakı 5-ci dairə apellyasiyası məhkəməsində uduzub. Xatırladaq ki, Donald Trump prezident seçkiləri ərəfəsində veypləri xilas edəcəyini demişdi. Siqaret şirkətlərinin veyplərlə mübarizəsində isə insanlar hələ də nə düşünəcəyini bilmir. Veyplərin ağciyər və digər orqanlara ziyan olması ilə bağlı kifayət qədər tədqiqat aparılsa da, sadə tütün siqaretlərin də orqanizmi məhv etməyi danılmazdı. Heç bir şirkətdən və ya qurumdan asılı olmayan araşdırma isə son dövrlərdə mümkün deyil. Çünki laboratoriyalar külli miqdarda vəsait tələb edir. Müstəqil alimlərin isə bu qədər büdcəsi yoxdur. Deyəcəklər ki, bəs indi nə ilə qidalanaq? Çünki bu qəbildən olan xəbərlərimə izləyicilərim çox hirslənir. Amma məsələ burasındadır ki, təəssüflər olsun ki, xiyarların tərkibində də ciddi infeksiyalar mövcud olur. Amerikada isə bir neçə ştata verilmiş, satılmaq üçün verilmiş xiyarlar geri çağırılıb. Çünki tərkibində ciddi insan həyatı üçün təhlükəli infeksiya aşkarlanıb. Baxaq görək hansı infeksiyadır və həqiqətən də insan üçün təhlükəlidirmi? 26 ştatda salmonella infeksiyasına yoluxma ehtimalı səbəbindən xiyar geri qaytarılıb. Amerikanın Arizona ştatında yerləşən Sanfed xiyar şirkəti salmonella ilə yoluxma ehtimalı səbəbindən Kanadanın 26 ştatında Amerika xiyarlarını geri qaytarıb. Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi tərəfindən verilən açıqlamada deyilir ki, Sanfed oktyabrın 12-dən noyabrın 26-sınadək satdığı xiyarların uşaqlarda, yaşlılarda və immunitet sistemi zəif olan digər insanlarda ciddi ölümcül infeksiyalara səbəb ola biləcək çirklənmə səbəbindən geri qaytarılıb. Qeyd edək ki, salmonella patogen mikroorqanizmlərdir ki, çirklənmiş qidalar vasitəsilə bədənə daxil olaraq qana keçir və müxtəlif sağlamlıq problemləri yaradır. Bu infeksiyaya yoluxmuş insanlarda xəstəlik nəticəsində temperaturun yüksəlməsi, halsızlıq, iştahın azalması, qusma, ishal və digər əlamətlər müşahidə edilir. Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzinin məlumatına görə, Amerika Birləşmiş Ştatında hər il təxminən 1,35 milyon infeksiyaya yoluxma hallarına səbəb olur. Həkimlərin yanlış müalicəsi və eyni zamanda xəstəyə yanlış iynələri tətbiq eləməyi onlara çox böyük pul itkisinə səbəb olub. Məsələ burasındadır ki, xəstə başa düşəndən sonra ki, ona yanlış diaqnoz qoyulub və yanlış müalicə edilib, həkimləri məhkəməyə verib. Sonra nə olub bilmək istəyirsinizsə, diqqətiniz bizdə olsun. New Meksika ştatından olan adam dəri altına tətbiq olunan inyeksiyalara görə 412 milyon dollar təzminat alıb. Klinika kişiyə səhv diaqnoz qoymaqda və onu lazımsız yerə invaziv inyeksiyalarla müalicə etməkdə günahlandırır. İddiaya görə pasiyent 2017-ci ildə yorğunluq və çəkisinin düşməsi ilə əlaqədar klinikaya müraciət edib. Klinika ona səhv diaqnoz qoyub. Yanlış invaziv iynələrlə müalicə təyin olunub. İddiaçının vəkil komandası bildirib ki, bu tip korporasiyası yaşlıları aldatmaqla milyonlar qazanmaq üçün saxta bir sxem yaradıb. Münsiflər saxtakarlıq və laqeydlik davranışlarının olduğunu müəyyən edib. Nəticədə onlar klinikanın pasiyentə təzminat ödəməsi ilə bağlı qərar çıxarır. Bugün olan səhih xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.